Salam uşaqlar, necəsiniz? Deməli, Avropadır və bu qırmızıya aldığım ölkə İngiltərədir. İngiltərədir. İngiltərə həmişə kimlə müharibə aparır? Fransa ilə. Çünki qonşular həmişə müharibə aparır. Məsələn, baxın, Türkiyənin qonşusu Yunanistandır. Ona görə müharibə çox aparırlar. Fransa həmişə kimlə müharibə aparır? Almaniya ilə. Yadda qalar. Deməli, İngiltərədir 3, 1 Fransadır, dalaşırlar həmişə, Almaniyada 5-dir. Qalır bax bu zona. Çünki turistlərin ən çox getdiyi ölkələr kimdir? Türkiyə, Yunanistan, iqlimə baxın. Bu uzunboğaz çəkmə haradır? İtaliya. İtaliya ilə eyni sırada ən qərbdəki ərazi isə İspaniyadır. Bu balaca ərazi isə hansıdır? Portuqaliya. İndi sizə o bir xəritəni də göstərim mən tez. Baxın, qəbula düşüb. Deməli, hara oldu? Sürətli gedirik. 3 İngiltərədir. 5 qonşusudur, həmişə dalaşırlar Fransadır. Xəttə baxın Türkiyə, Yunanistan, İtaliya və İspaniya turizm ölkələri. Türkiyə, Yunanistan, İtaliya, İspaniya bir sıradadır. Fransanın qonşusu da hansı ölkədir? Almaniya. Əsas bunları bilsəz bəsdir. Bir də burada 2-ni bilin, Böyük Rusiyadır. Portuqaliya da burada. Sağ olun uşaqlar.